Herkese salam, kanalıma, vloguma xoş gəlmisiniz hər biriniz. İnşallah bu vlogumu sona qədər izləyirsiniz, seversiniz. Bu vlog adından da məlum olduğu kimi toy hazırlıq vlogudur və bu o deməkdir ki, bundan sonraki vlog toy vlogu olacaq. Nə olacaq, necə olacaq, kimin toy olacaq, harda olacaq, onu artıq növbəti vlogda izləyirsiniz, amma izləmənizi tövsiyə edirəm. Elə mən də görürsünüz ki, ona hazırlıq görürəm. Normalda mən fake naillərlə idarə edirəm. Mən bu dəfə dırnaq hazırlatmaq qərarına gəldim. Çünki niyə? Çünki mənim fake naillər eləməyə, onu arada taxmaq, çıxartmaq kimi belə bir vaxtım olacağını düşünmürəm. Ən azından yəni buradan rahat olmaq istəyirəm ki, o əlimdə məsəl üçün qopa bilər, nəsə ola bilər. Yəni onunla uğraşmaq istəmirəm də, belə deyim. Bir dəfəlik istəyirəm ki, dırnaq tam hazır olsun, aradan çıxsın. Mən bunu bir də yəni buna vaxt ayırmayım və başımda beynimdən çıxsın. Odur ki, mən burada toy hazırlığıdır, dırnaqdır, saçdır, odur budur, yəni belə. Ümid edirəm ki, qızlar bəyənərsiniz, amma növbəti vlogu da izləmək üçün zınqrov işarəsini aktivləşdirməyiniz vacibdir. Onun için de onu anlamam lazım. Yani bir kafam falan değil ama bu yetmez fazla. Hayır bu almak lazım. Ama bu gurudan farklı oluyor benim hayatta. Bir yapıyorlar. Dırnaqlarımı. Biz buraları quruyor. Oo. Şimdi baxsan. Bacıya baxsan. Gidərdin də ora. Buradan nə? Sallaşmısan. Gedək, yıxılarsan ya buradan cıbra. Cıbalım, gedək. Buradan yıxılarsan. Qaqa. Gedirsən? Gedirsən? Çıxın. Sevinç, burada gözləyirəm səni. Niyə yeməzsin ki? Sen bunun boyunu olandın. Bir saat onun açılmanı gözləyirəm ki, xəbər verim. Neyi? Və sonra mı yatağa? 2 saat. Hava söndü. Gedək. Telefonda yer yoxdur. Birazdan sonra dayanacaq. Hani? Hə, doğrudan, doğrudan. Amma onlar yaxşı pişirir biraz. Hansı? Hə, belə ani gözəl sərin bir şey. Neçədir? Bunu yatmak için 27 manat. 7 manat zaten var. Evet bu. Bence
Bu rengi bir şeydir. Rengi nə qalındır. Onu istəyirsən? Əsas məsələ odur. Keç sənə. Əvvəl buradan idi ki, düz deyirsən, buradan idi. Əsas məsələsini əlindən buraxmır. Bu bağlasın sən Allah. Hər getdiyimiz yerə cipsisini bağlayır. Yeyərlər birdən. Elə o elə bağlanır da, bir şey yox, çıxar da açarı. Öyle olur. Elə bağlanır da yəqin. Açardı o. Səhv açar deyil, prosta yoxdur da şey qoyur. Çıxar da çay verin. Hə, все. Evet. Götürərlər deyir. Götürməzlər, əmin ol. Bunlar için götürsün. Ya Allah, sağ olun. Kaka. Bunu tamam mı? Hadi deyən görüm. Gətir bura qoy. Gətir bura qoy. Aç. Gerek başka yere koyuyorsun. Gerek asfalda düşün. Bunu bırak o yanda, bunu bırak o yanda. Nə oxuyur bu? Ne bileyim. Teze şey. Bunu böyle kıra. Ha. Atsa sonra atın. Ay, sağ ol. Все. İtirməyəsən ki. İtirme. Sonra. Vay 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 vay. Hara getdilər? Hardasan? Nə istəyir ki o? Nə istəyir Nayqaqa? Kasabamız. İşte de Oradaki yere de oturup çaysa. ne iyidən raz bura. Ayuş, nə inirsən? Gel otur orada skameykada. Gel mən sadi. Aa, burada var. Ayuş, burada bir yer var. Ailəvidir görən yoxsa? Ailəvidir mi? Sen o tarafa göbelek kızıp doldup çaysa. Hani ne güzel hava. Bir dənə gözəl ay çıxmışdı. Oh, ne güzel sərin, mis gibi. O gündən. Ay Allah, elə bildim yıxıldım. Birazdan sonra sen üşüysən? Sen xəstəsən deyənə, hə, üşü. O külək başladı, nətə? O yüzden yox. Harda oturaq? Oradan böyle gelirsin. Ama bütün skamyalar boş, doludur indi. Qızlar, bu kadrları da bura əlavə eləmək istədim. Toy hazırlıqlarında bilirsiniz ki, saç rəngləməsi aiddir və mən saçımdan çox muzdaribəm. Bu saçını evdə özü rəngləmək istəyənlərə fikir olsun, bu rəngləri aldırmaq istəyənlərə fikir olsun deyə mən istədim çəkəm paylaşım, çünki mən axtaranda tapa bilmədim istədiyim kimi. Demək, mənim öz saçım tam qaradır, yəni maksimum qara düşünün və bunu bəyənmədiyim üçün uzun illərdir mən saçıma açıcılar vurub və bu tonlara gətirmək istəyirəm. Amma bunu mən həmişə salona həvalə elədiyim üçün hansı kraskadan istifadə edirlər, nə rəng istifadə edirlər bilmirəm. Sadəcə bu tonu istəyirəm və bunu çox vaxtı ya çox peperli, ya çox qırmızı, ya da çox açıq eləyirlər. Son dəfə isə açıcı vuruldu, saçıma rəng qoyuldu, rəng tutmadı, bəzi yerlərində tutdu, bəzi yerlərində tutmadı. Bir ay olar ki, yəni bu kraskadan bir ay əvvəl eləmişəm, bir ay müddətində daha da açıldı, çox bərbad günə düşdü. Saçıma açıcılardan vurmaqdan da saçım quruyub, çox bərbad günə düşüb. Odur ki, həm də saçım uzun olduğu üçün mən 2 paçka aldım. Nəysə,
qərara gəldim ki, bu dəfə özüm seçəcəm rəngi. Getdim, axtardım internetdə, orada, burada nəsə qərara gəldim ki, bunları alım. Bu iki rəng arasında qaldım. Bu markanı bağlayıram, burada təlif atmasın deyə. Sadəcə iki rəng arasında qaldım. Sonra düşündüm ki, 6-11 çox açıq olar, 7-11 çox tünd olar. Onda ən yaxşı hərəsindən birini əlavə edeyim. Burada içərisindən çıxanları göstərirəm. İçərisindən şampunu və əlavə mor balzamı çıxdı. Mor balzam möhtəşəmdir. Balzam effekti, rəng saxlamağı və qoxusu. Mən tonik əlavə saç qorumaq üçün, rəngi qorumaq üçün əlavə toniklərdən istifadə edirəm. İstəsəz paylaşaram. Amma o balzam effekti yoxdur. Saçı daha da qurudur. Amma bu möhtəşəmdir. Bunu belə özəl günlər üçün saxlayıram. Və deməli burada karobkada gördüyünüz birinci rəng mənim hal-hazırki, yəni kraskadan əvvəlki saçım rəngidir. Açılıb bu rəngə düşüb. Hətta bunun qırmızısı. Və bundan bu rəngləri qoyandan sonra alınan nəticəni bölüşəcəm. Əgər bəyənsəz, yəni sizə də fikir olsa, mənim üçün də çox xoş olar. Ümumiyyətlə saçın rəngini də bəyənsəz, bəyənib şərh yazmaqda unutmarsınız. Fikirlərinizdə gözləyirəm qızlar. Təbii ki, burada bölüşəcəm saçımın əvvəlki halını və sonraki halını. Dediyim kimi saçım uzun və açıcılardan öz saçım da qurudu. Açıcıların nəticəsində də quruyub. Bir də diblərindən diblər gəlmişdi, qaralar. Salonda dedilər ki, ehtiyac deyil. Yəni çox azdır dibləri. Ehtiyac deyil ki, yəni əlavə açıcı vurmayaq, qoy biraz saçın dincəlsin, biraz uzansın, daha sonra açarıq, tamamilə bir rəng qoyarıq. Çünki saçımı görürsüz, hər yerdə bir rəng var. Qırmızıdır, qaradır, pepellidir, sarıdır. Yəni yaşla, hətta ətəkləri yaşla çalır, ətəklərində tutub. Çox bərbad gündədir. Mən də belə açıcısız bu iki rəngi qarışdırdıq və bu iki rəngi tətbiq elədik və son nəticəni də sizlərlə bölüşəcəm. Vlog da burada sonlanır. Ümid edirəm ki, bəyənərsiniz və yaxud da fikir olar sizlərə. Hələlik növbəti vloglarda görüşərik.